Məhlul məsələləri heç bu qədər asan da olmamışdı. Gəlin baxaq. 70 qram 30% spirt məhlulu ilə 30 qram 20% spirt məhlulu qarışdırıldıqda alınan qarışıqdakı spirtin faizini tapın. Şəkildə 3 dənə qab çəkmişəm. 2 dənə qabı qarışdırıblar, bərabərdir. 3-cü qab alınıb, qarışdırıldıqda aralarına toplama işarəsi qoyulur. Birinci qabda 70 qram məhlul var, faizi isə 30%dir. İkinci qabda 30 qram məhlul var, spirtin faizi isə 20%dir. Üçüncü qabda isə məhlulun kütləsi nə qədər olacaq? Deməli, 70 qramlıq məhlulla 30 qramlıq məhlul qarışdırıldıqda yekunda 100 qramlıq məhlul alınır. Ona görə də bu kütləsini 100 qram yazacağım. Faizini isə bilmirəm, x faiz yazıram. Daha sonra nə edəcəyik? Bunları 1, bunları 1, bunları da 1. Bir-birinə vuracaq. Gəlin vuraq. 30 vurulsun 70. Üstə gəlinsin 20 vurulsun 30. Bərabərdir x vurulsun 100-ə. Görürəm ki, hər bir hədd burada 100-ə bölünür. Ona görə də hər bir həddi 100-ə böləcəm. Burada 0-la bu 0, bu 0-la bu 0 ixtisar gedir. Məxrəcdə 1 qaldı, sürətdə 3 vur 7, yəni 21. Burada bu 0-la bu 0, bundan da bu ixtisar gedir. Məxrəcdə 1, yuxarıda isə 2 vur 3, yəni 6 qalır. Bərabərdir. Burada da 100-lər ixtisar gedir, x qalır. Deməli, aldıq ki, x bərabərdir 21 + 6, yəni 27%. Bu qədər.